Hər vaxtınız xeyirli, uğurlu olsun. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Bugün sizinlə birlikdə düyün sözünün kök və şəkilçiyə ayrılmasına baxacağıq. Gördüyünüz kimi 4 dənə düyün sözü yazmışam. Bu deməkdir ki, mən sizə 4 fərqli təhlil söyləyəcəyəm. Ondan öncə isə dərslərimiz haqqında məlumat vermək istəyirəm. Əziz ibtidai sinif müəllimləri, əgər siz də MİQ və ya sertifikasiya imtahanına bizimlə birlikdə hazırlaşmaq istəyirsinizsə, 077 325 70 77 nömrəsinə WhatsApp vasitəsilə yaza bilərsiniz. Dərslərimiz həm onlayn, həm də əyani formada keçirilir. İndi isə gəldik düyün sözünün təhlillərinə. Düyün toy mənasında ola bilər. Bu zaman bütöv kök kimi təhlil edəcəyik, yəni şəkilçisiz. Belə. Düyün ola bilər ki, düymək feili, düymək sözün kökü olsun, ün, qrammatik şəkilçi olsun, şəxs olsun. İndi düymək nə deməkdir? Düymək, yəni kəndirin, ipin bir yerini düyünləmək, düyün halına salmaq, yəni bir yerini ilmək halına salmaq mənasını ifadə edir. Yəni düymək elə düyünləmək deməkdir. Bağlamaq deməkdir. Siz bu ipləri düyün, yəni ilgəkləyin, düyünləyin. O mənadadır. Əmr şəklində olan feil kimi düşünəcəyəm. Düyün sözünün bir başqa mənası isə isim kimidir. Elə düyün, nə düyün? İki ip və s. yəni kəndirin, ipin və s.'nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri. Yəni ki, o ipi ki qarma-qarışıq olur, bir-birinə dolaşır, ona biz düyün deyirik. Bu zaman düymək feilindən düyün ismi yaranır. Ün feildən isim düzəldən leksik şəkilçi kimi. Bir də var ki, mənsubiyyət şəkilçili söz kimi düşünün. Məsələn, sənin düyün. Düyü sözün kökü, düyü nədir? Plov, aş, düyü də. N isə ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi. Gördüyünüz kimi bir sözün dörd fərqli təhlilini sizə göstərdim. Əgər video faydalı oldusa, bəyənməyi, rəy yazmağı və kanala abunə olmağı unutmayın.